Hər vaxtınız xeyir. Nəriman metrosu yaxınlığı 2 otağa ideal şəkildə düzəldilmiş və Nəriman metrosu ətrafında, həndəvərində 2 otağa düzəlmələr içində bu qiymətə olan bundan gözəl mənzil tapa bilməzsiniz deyə vurğulayıram və bunu əminliklə deyirəm. 55 kvadrat ölçü yeni tikili rezidens binanın 10-cu mərtəbəsi, 18 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 2 otağa ideal şəkildə düzəldilib və tam əşyalı və texnikalı şəkildə təklif edilir mənzil. Hal-hazırda qonaq otağındayıq. Kondisioner quraşımına qədər yumuşaq mebel dəsti, yemək masası dəsti, hər şey yerləşdirilib. Soft neoklasik üslubu var. Qonaq otağının dekorasiyasını görürsünüz. Olduqca gözəl dekor edilib. Lepka işləmələr, faskalı güzgülər və braşıqlandırmalar tabloya qədər asılıb. Türk istehsalı yumuşaq mebel dəsti yerləşdirilib. TV stand və mərmər panellər və MDF panellərlə əla dekor edilib. TV-yə qədər Toshiba markalı bir TV yerləşdirilib. 2 otağa düzəlmə məhz qonaq otağı ilə mətbəxin studiya edilməsi ilə əldə edilib. Mətbəxdən havalandırma birbaşa binanın ümumi şaxtasına, yəni havalandırma qovşağına mətbəxin birbaşa çıxışı var və bu da təmin edilib. Mətbəx tam texnika ilə təchiz edilmiş vəziyyətdədir. Qara şüşəli soyuducu, qaz və gizli aspirator və paltarüyan quraşımı burada həyata keçirilib. Bir daha qeyd edirəm, tam əşyalı və texnikalı bir mənzil görəcəksiniz. Xol hissə ilə qonaq otağının arası belə bir arka ilə bəzədilib və keçid qapısız təmin edilib. Ətrafı da, arkanın ətrafı da faskalı güzgülər və gips daraq panellərlə dekor edilib. Giriş qapımız, giriş qapısından girdikdə solda belə bir açarlıq və dresordan istifadə edilib. Giriş qapısından sağda isə tam boy bir qardirob mebeli yığılıb və asılqanlıq, ayaqqabılıq da düşünülüb və tərtib edilib. Burada giriş qapısından solda belə bir dekorativ hissəmiz var. Gizli işıqlı daşlardan və gül dekorasiyasından istifadə edilib. Sanuzel burada yerləşir. Tam sanuzeldir və tam aksesuar yerləşimində həyata keçirilib. Qrox markalı bir divar içi unitaz yerləşdirilib. Su şulkaya qədər sol istiqamətdən yerləşməsi təmin edilib. Sağ istiqamətdə belə bir mərmər üzüylü moydadır və künc bir duş kabindən istifadə edilib gördüyünüz kimi. Yataq otağı isə öz yerində saxlanılıb və burada tam əşya tərtibatı həyata keçirilib. Böyük ölçülü bir yataq dəsti yerləşdirilib. Tumbaların üzəri MDF dekor panellərdən və yenə faskalı güzgülərdən istifadə edilərək əla dekor edilib. 4 qapılı membran panellərdən və şüşə qapaqlarla belə bir qardirob mebeli yerləşdirilib. Make-up yerləşiminə qədər nəzərə alınıb və bu fikir nəzərə qoyulub. Bir balkon var mənzildə. Heydər Əliyev prospekti istiqamətinə baxış açılır buradan. Qarşısı açıq, tam və gün düşən mənzildir. Metroya piyada məsafəsi 10 dəqiqəlik piyada məsafədə yerləşir. İdeal yerləşməsi var. Bina barədə də bəhs edeyim. Binanın geniş həyətyanı sahəsi, yeraltı 2 mərtəbəli avtoparkingi, uşaq meydançası, besetkaları, hər şey quraşdırılmış vəziyyətdədir. Sürətli liftlər, üst tanıma ilə yerləşdirilən blok girişləri, hər şey ideal şəkildə təmin edilib binada. 18 mərtəbəli binanın 10-cu mərtəbəsi, 55 kvadrat ölçü, bir otaqdan 2 otağa düzəlmə mənzil və mənzilimizə tam əşyalı və texnikalı şəkildə start olaraq təyin edilən qiymət 245.000 manatdır. 255.000 manata görürdünüz bu mənzili, artıq indirim edilib 245.000 manata salınıb qiymət və biraz da indirim nəzərdə tutulur yenə də real alıcılara. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olun.